Cəlilabad rayonunda dəhşətli hadisə baş verib. 14 və 15 yaşlı bacı-qardaş əmiləri tərəfindən balta ilə xəsarət alıb. Hadisə Cəlilabad rayonunun Üçtəpə kəndində baş verib. Kənd sakini 49 yaşlı Əli Hüseyn Balaoğlu Nağıyev yaşadığı evdə qardaşının azyaşlı övladlarına hücum edib. Nəticədə 2012-ci il təvəllüdlü Hüseyn Nağıyev və 2011-ci il təvəllüdlü Həqiqət Nağıyeva müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıblar. Məlumata görə hadisə zamanı uşaqların anası evdə olmayıb. Ataları Musa Nağıyev isə hazırda Dağıstanda muzlu işdə çalışır. Qardaşlar eyni həyətdə, eyni ünvanda yaşayıblar. Biz yolda eşitdik, bu hadisə baş verib. Uşaqlar, yəni kəndimizin, gözümüzün qabağında böyüyən uşaqlardır. Çox qanacaqlı, tərbiyəli, halal zəhməti ilə qazanan uşaqlar. Sadəcə olaraq, yəni gördüyüm hamı şok içindədir. Əmin, yəni necə qiyə bilər? Biz qardaşın, öz əmisi, öz qardaşı balasın hansı şəkildə necə qiyə bilər? Yəni bu insana yaraşan bir şey deyil. Əminin valla bilmirəm, bunlarla bağlı nə problem olduğunu bilmirəm. Sadəcə olaraq əmisi təzə çıxmışdı içərdən. Yəni zindanda idi, təzə çıxmışdı içərdən. Yəni biraz içkizad içən idi. Yəni elə də bildiyimizə görə iskili halda olub. Hal-halda hadisə baş verəndə, yəni bildiyimiz budur. Anaları ilə uşaqlar qalırdı. Hətta o uşaqlar, yəni bizim bildiyimiz, gördüyümüz kimi kartuşka sahəsində bunlar, yəni fəaliyyətçiliklə dolanan uşaqlardır. Durmuşdum yolda. Belə gördük, uşaqlar qaçışa getdik, gördük. Baltı ilə doğrayıb, uşağın beyin istiqamətindən vurub, beynin dağıdıb töküb yerə. Qız uşağı dünyasını dəyişdi, oğlan uşağı da beyin travmasından sümük qırığı əşkar olunub. Beləncə alsa, beləncə öz əmisi, öz qardaş uşaqların qətlə yetirib. Nə bilim, tapşirəymiş yoldaşa getmə, qonşunun evinə getmə, o da gedən kimi beləncə hadisə baş verib. Özü yaxının evinə gedib, başqa evə getməyib. Onun da uşağı var, 2 uşağı var. Cəlilabad rayon mərkəzi xəstəxanasına 01-02-2026-cı tarixdə 2 xəstə xəsarət səbəbilə 2 xəstə daxil olmuşdur. Onlardan biri qadın, biri kişi. Xəstələrə təcili tibbi yardım şöbəsində yardım göstərilmiş. Onlarda bədənin müxtəlif nahiyələrinin çoxsaylı yaraları təyin edilmişdir. Xəstələrin hər ikisi reanimasiya şöbəsinə yerləşdirilmiş. Onlara müvafiq lazımi yardım göstərilmiş, reanimasyon tədbiri aparılmışdır. Apardığımız tədbirlərə və yardıma baxmayaraq xəstələrdən biri qadın cinsli şəxs ölüm faktı qeydə alınmışdır. Cinayət əməlini törətməkdə şübhəli bilinən Əli Nağıyev də bir müddət Dağıstanda işləyib və əvvəllər bir neçə dəfə məhkumluq həyatı yaşayıb. O, polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib. Araşdırma aparılır. Sabutay Nağı, Pərviz Allahverdiyev, Bizim Media.